Salam hər kəsə bir daha. Mən məktəbə qədər sahə üzrə təlimçi Zeynalova Nazilə. Bugünkü ödənişsiz dərsdə sizə qrupun idarə edilməsi mövzusunu izah edəcəm. Bura daxildir qayda, gözlənti, prosedur və münaqişənin həlli yolları. Əvvəla başlayaq görək, qrupun idarə edilməsi nə üçün vacib hesab edilir? Yəni, sinifin effektiv idarə edilməsi nə üçün bizim üçün əhəmiyyətlidir? Nə üçün onun qaydalarına, prosedurlarına, gözləntilərinə əməl etməliyik? Sinifin səmərəli idarə edilməsi müəllimdən tələb olunan ən vacib səriştələrdən, bacarıqlardan biridir. Sinifin idarə edilməsi deyildikdə, yalnız burada nizam, intizam yaratmaq deyil, həm də uşaqların dərs zamanı hazırlıqlı olması təmin edən bacarıqlar toplusudur. Sinifin effektiv idarə edilməsinin mahiyyəti odur ki, effektiv idarə etmə uşaqların diqqətini dərsə cəmləyir, akademik nailiyyətlərini yüksəldir, öyrənməyə mane olan davranışlarını azaldır, dəstəkləyən davranışları isə artırır. Öyrənmə mühitinin strukturlaşdırılması. Yəni, bu deməkdir ki, müəllim nə qədər qrupu düzgün idarə edərsə, düzgün qaydalar tərtib edərsə, bu zaman effektiv idarə etmə strategiyaları icra edilir və öyrənməyə mənfi təsir edəcək davranışların qarşısına alınır burada. Zəif idarə olunan qrupda istər-istəməz xaos yaranır, qarışıqlıq yaranır. Həmçinin qrupun effektiv idarə edilməsi vaxt itkisinin qarşısında alır. Dərs zamanı lazımsız yaranacaq vaxt itkisinin qarşısını alır. Prosedurlar, qaydalar vasitəsilə dərsin gedişatı axıcı olur. Müəllim və şagirdlər vaxtlarını intizam problemlərinə deyil, biliklərin mənimsənilməsinə sərf edir. Qrupun idarə edilməsinin əsas amilləri qayda, gözlənti, prosedurdur. Gəlin görək, gözlənti deyəndə nə nəzərdə tutulur? Gözlənti müəllimin uşağa onun davranışının və fəaliyyətinin necə idarə olunması ilə bağlı ötürdüyü mesajdır. Müəllimlər, heç kimə gəlmir səsi? Gəlir müəllimə. Gəlir müəllimə, səs gəlir. Gəlir, aydın da gəlir, qəşəng sərrast. Gəlir, səs gəlir. Çünki burada kimsə aşağıdan yazıb, ola bilsin sizin Zoom-unuzda problem var. Aha, davam edək. Deməli, gözlənti. Gözlənti nədir? Gözlənti qeyd etdik ki, müəllimin uşağa onun davranışı və fəaliyyətinin necə olması ilə bağlı ötürdüyü mesajdır. Yəni, mən uşaqdan necə olmasını gözləyirəm. Onunla bağlı ona ötürdüyüm mesaj gözlənti adlanır. Və gözlənti iki cür olur. Müsbət gözlənti və mənfi gözlənti. Buna bəzi testlərdə aşağı gözlənti, yüksək gözlənti olaraq, müsbət və yaxud mənfi gözlənti olaraq rastlaşa bilərsiniz. Təbii ki, biz bir müəllim olaraq hansından istifadə etməliyik? Müsbət gözləntidən istifadə etməliyik. Amma əfsuslar olsun ki, mənfi gözləntidən də istifadə edən müəllimlər var. Gəlin görək, müsbət gözlənti deyiləndə nə nəzərdə tutulur, mənfi gözlənti deyildikdə nə nəzərdə tutulur. Yüksək gözlənti odur ki, uşağın potensialına inanıram. Məsələn, deyirəm ki, inanıram hər bir uşağın nailiyyət etmək qabiliyyəti var. Artıq mən bu mesajı uşağı ötürəndə, ondan bunu gözlədiyimi bildirəndə, uşaqda istər-istəməz motivasiya yaranır. O daha aktiv şəkildə öyrənmək, araşdırmaq istəyir. Yəni, mənim yüksək gözlənti verməyim uşağın, belə deyək də, potensialını önə çıxardır, onun motivasiyasının artmasına şərait yaranır. Amma məsələn, mən desəm ki, uşaqlar nailiyyət əldə edə bilməz, uğurlar əldə edə bilməz. Bu artıq nə olacaq? Uşaq düşünəcək ki, müəllimin məndən gözləntisi aşağıdır, artıq uşağın özgüvəni də azalacaq. Ona görə biz hansından istifadə edirik? Müsbət və ya yüksək gözləntidən istifadə etməliyik. Gözləntilər, belə deyək də, həyata keçirilən zaman, gözləntini həyata keçirən zaman nə etməliyik? Gözləntinin mahiyyətini də uşağa izah etməliyik. Yəni, gözləntinin mahiyyətini uşağa izah etmədikdə, uşaq artıq bilmir ki, məsələn, müəllim mənə məsuliyyətli olun dedikdə nəyi nəzərdə tutur? Uşaq bunu anlamır və yaxud uşağa məsələn deyirəm ki, hamıya hörmətlə yanaşın. Artıq uşaq bunu başa düşməyəcək ki, hamıya hörmətlə yanaşın deyildikdə müəllim nəyi nəzərdə tutulur? Ona görə biz gözləntilərin mahiyyətini uşaqlara aydın şəkildə bildirməli, aydın şəkildə izah etməliyik. Məsələn, hamıya hörmətlə yanaşın, məsuliyyətli olun, təhlükəsizliyə riayət edin gözləntisi. Bunun mahiyyətini izah edirəm ki, məsələn, mən
sizdən məsuliyyətli olun dedikdə nəyi nəzərdə tuturam? Yəni məsuliyyətli olun gözləntisini qoyuramsa, burada məqsədim nədir? Məsələn, dərsə vaxtında gəlin, verilən tapşırıqları yerinə yetirin. Təhlükəsizliyə riayət edin gözləntisini qoyuram. Məsələn, burada məqsədim nədir? Sinifdə və dəhlizdə yeriyin, əl və ayaq hərəkətlərinə riayət edin, nəzarət edin. Artıq burada təhlükəsizliyə riayət edin gözləntisi deyildikdə nəyi nəzərdə tuturam, onu izah edirəm. Sonra hamıya hörmətlə yanaşın deyirəm məsələn uşağa. Bunu gözləyirəm uşaqda. Bu mahiyyət nə olacaq? Məsələn, sakit işləyin, başqalarının rahat işləməsi üçün şərait yaradın. Burada mən nə etdim? Uşağa artıq izah etdim ki, mən ondan məsuliyyətli olun, hamıya hörmətlə yanaşın deyildikdə nəyi gözləyirəm? Bunun mahiyyətini izah etmiş oldum. Bəs qaydalar nəyə deyilir? Qaydalar deyilən zaman nələr nəzərdə tutulur? Qaydalara necə riayət etməliyik? Qaydalar necə qoyulmalıdır? Qayda isə uşağın davranışı ilə bağlı ciddi problem olmayan siniflərdə belə qaydaların yaradılması vacibdir. Qayda uşaqdan nəyə əməl etməsini gözlədiyimizdir. Məsələn, qaydanı tərtib edən zaman uşaqlara belə deyək də, mənfi cümlələrdən, mənfi sözlərdən istifadə etməməliyəm. Məsələn, uşağa desəm ki, yüksək səslə danışmayın. Nə etdim? Burada inkar cümləsindən, inkar şəkilçisindən istifadə etdim. Artıq uşaqda mənfi emosiya yaratdım. Amma məsələn, sakit səslə danışın deyildikdə görürsünüz necə xoş səslənir, müsbət emosiya yaradır. Uşaq o zaman o qaydaya daha yaxşı riayət etmək istəyəcək. Bunlar nəzərə alınacaq. Ona görə qaydalar təşkil edilən zaman çalışmalıyıq ki, mənfi sözlərdən, inkar cümlələrindən, inkar şəkilçilərindən istifadə etməyək. Qayda müsbət və mənfi nəticə verə bilər. Bu nə deməkdir? Müsbət nəticə odur ki, uşaq bu qaydaya riayət etsə biz nə əldə edəcəyik? Mənfi nəticə isə odur ki, uşaq qaydanı pozduqda onu nə gözləyir? Burada gözləyir deyiləndə cəzalandırma nəzərdə tutulmur. Ümumiyyətlə bilirsiniz ki, pedaqogikada, psixologiyada cəzalandırma deyilən bir anlayış yoxdur. İstifadə etmirik ondan. Burada aşağıda kimsə yazıb məktəbə aiddir. Bu, MİQin və sertifikasiya, daha doğrusu diaqnostikanın da çərçivəsində olan bağçaya aid mövzulardan biridir, qrupun idarə edilməsi. Həm məktəb kurikulumuna aiddir, həm bağça kurikulumuna. Aha, davam edək. Mənfi nəticə deyildikdə, yəni burada cəza nəzərdə tutulmur. Yəni, bəzən burada mənfi nəticə deyiləndə düşünür ki, bəlkə də cəza nəzərdə tutulur. Xeyr. Sonra qaydalar necə təşkil olunmalıdır? Qaydalar təşkil olunan zaman uşaqlar da həmin bu qaydaların qoyulmasında iştirak etsə daha yaxşı olar. Nəyə görə? Çünki bu zaman uşaqlar həm qaydanı yaxşı yadında saxlayacaq, həm də özlərinin yaratdığı qaydalara əməl etmək onlar üçün daha, necə deyərlər, yaxşı olacaq. Ona görə bu nəzərə alınmalıdır. Qaydaların sayı 3-5 arası olmalıdır. Çox olmalı deyil. Nəyə görə çox olmalı deyil? Çünki burada çox olan zaman qarışıqlıqlar baş verə bilər. Həm də uşaq üçün məsələn 5-dən artıq, 6-dan artıq qaydaya riayət etmək çətin ola bilər. Ona görə qaydaların sayını nə edirik? Qaydaların sayını az qoymalıyıq. 3-5 arasını qoyması ən optimal, ən düzgün seçimdir. Yox olmaz kimi sözlərdən istifadə etməməliyik. Pozitiv dildə yazılmalıdır qaydalar mütləq şəkildə. Qaydaların daha yaxşı yadda saxlanılması üçün, məsələn, sinif qaydalarına aid bir şəkillər uşaqların gözlərinin önündə görə biləcəyi vizual plakatlar yaradılıb, lövhəyə, uşaqların görə biləcəyi yerlərə asılmağı da onların qaydalarını tez-tez yadlarına salmasına şərait yaradacaq. Yəni, uşaq tez-tez görəcək məsələn və onu unutmayacaq, daha yaxşı yadında qalacaq, daha yaxşı əməl edəcək. Qaydalar təşkil olunan zaman ümumi və xüsusi qaydalar olur həm də. Ümumi qaydalar deyiləndə nə nəzərdə tutulur? Məsələn, hörmətli olmaq. Bu hamıya şamil olunur. Xüsusi qayda məsələn sırf öz qrupumdakı uşaqlar üçün təşkil edirəm ki, zəngdən əvvəl sinifdə olun. Məsələn, bu xüsusi qaydadır, sırf mən öz sinifimin uşaqları üçün təşkil edirəm. Və bəzən testlərdə müəllimlər görür ki, qayda yazılan zaman proaktiv və reaktiv yanaşma sözlərinə rast gəlirlər. Proaktiv və reaktiv yanaşma deyiləndə nə nəzərdə tutulur, onu izah edəcəm. Proaktiv yanaşma odur ki, hadisə baş verməzdən əvvəl ona hazırlıqlı oluruq. Yəni, önləmini alırıq. Reaktiv
Yanaşma, reaktiv qaydalar isə hadisə baş verdikdən sonra müdaxilə edirik. Yəni düzəldici tədbirlər görürük. Proaktiv yanaşmada məsələn biz bilirik ki, uşaq dəhlizdə qaçsa yıxılacaq. Və bunun qarşısını almaq üçün deyirik ki, dəhlizdə məsələn sakit yeriyin, ehtiyatlı yeriyin. Bu proaktiv yanaşmadır. Əvvəlcədən baş verəcək hadisələrin qarşısını almaq üçün bu qaydanı qoyuram. Reaktiv yanaşma isə məsələn görürəm ki, uşaqlar qaçan zaman qarışıqlıq olur və uşağın biri yıxılır. Bundan sonra deyirəm ki, ehtiyatlı davranın. Yəni hadisə baş verdikdən sonra reaktiv yanaşmanı qoyuram. Proaktiv yanaşma əvvəlcədən, reaktiv yanaşma isə sonradan olur. Prosedur nəyə deyilir bəs? Prosedur fəaliyyətin hansı ardıcıllıqla yerinə yetiriləcəyini göstərir. Yəni hansı ardıcıllıqla baş verməlidir? Qaydadan fərqi odur ki, burada nizam intizamdan çox işin axıcılığı, algoritm, yəni ardıcıllıq nəzərdə tutulur burada ən əsas prosedurlarda. Məsələn, dərsə gecikəndə necə daxil olmaq olar? Sual verəndə nə etmək lazımdır? Və yaxud təhlükəli hallarda. Məsələn, təhlükəli hallarda necə davranmaq lazım olduğunu bilmək də prosedura aid edilir. Prosedurun öyrədilməsi 3 addımdan ibarətdir. Baxın, burada da qeyd etmişəm. Öyrət, məşq et, möhkəmləndir. Öyrət addımı nədir? Prosedurları uşağı izah edirəm. Müəllim prosedurla insanların davranış və fəaliyyətlərini hansı qayda və ardıcıllıqla həyata keçirməli olduqlarını izah edir. Uşaqlara prosedurun mahiyyətini aydın şəkildə çatdırır öyrət hissəsində. Məsələn, dərsə gecikəndə sinifə necə daxil olmaq olar? Sakitcə giririk, yerinə keçirik və dərsə qoşuluruq. Prosedurlar sadə, qısa, üçüncü şəxsin cəmində olan nəqli cümlələrlə olmalıdır. Öyrət hissəsində, addımında bunu edirik. Məşqət hissəsində isə nə edirik? Uşaqlara prosedurlara necə riayət etmək lazım olduğunu praktik olaraq göstəririk. Bu mərhələdə müəllim uşaqlarla birlikdə proseduru təkrar məşq edir. Müəllim bu qaydaları, bu ardıcılıqları özlərinə göstərməlidir ki, uşaqlara nümunə olsun. Çünki bilirik ki, uşaqlar üçün müəllimləri rol model obrazını, rolunu oynayır. Müəllim nə edirsə, uşaq da onun eynisini təkrarlayır. Ona görə hər bir fəaliyyətin icra ardıcıllığını müəllim də yerinə yetirməlidir ki, uşaq ona baxsın. Bu məşqə də aiddir. Möhkəmləndir deyəndə nə nəzərdə tutulur? Möhkəmləndir hissəsində isə artıq prosedur vərdiş halına gələnə qədər müntəzəm olaraq təkrar edilir. Bilirik ki, bir davranışı 21 gün, hər gün onu etsə 21 gün ərzində artıq sorğunlu vərdişə çevriləcək. Eynilə bu prosedura aiddir. Müəllim prosedurun öyrədilməsində israrlı olmalıdır və bu proses xüsusilə dərs ilinin ilk günlərində həyata keçirilməlidir. İl boyu ehtiyac yarandıqda prosedurlara əlavə edilə bilər. Məqsəd öyrənmə mühitini axıcı etmək və uşaqların fəaliyyətini tam nizama salmaqdır. Müəllim tərəfindən bu 3 addım düzgün şəkildə yerinə yetirildikdə artıq nə olacaq? Uşaqlar arasında axıcı öyrənmə mühiti yaranacaq. Burada artıq axıcı şəkildə öyrənəcəklər, yerinə yetirəcəklər. Deməli dedik, prosedur neçə addımdan ibarətdir? Prosedur 3 addımdan ibarətdir. Öyrət, məşq et, möhkəmləndir. Öyrət hissəsində prosedurun mahiyyətini izah edirik. Məşq et hissəsində praktik olaraq həyata keçiririk. Möhkəmləndir hissəsində isə uşağa belə deyək də etdiyi hərəkətləri vərdiş halına çevrilənə qədər hər gün davamlı şəkildə edirik. Bunları yerinə yetiririk ki, uşaq artıq bu proseduru ardıcıl şəkildə düzgün yerinə yetirə bilsin. Bunlar nəzərdə tutulur prosedurda. Bəs prosedurla qaydanın fərqi nədən ibarətdir? Ən əsas hissə. Prosedurla qaydanın fərqi ondan ibarətdir ki, prosedurda ardıcıllıq var. Qaydada isə sırf müəyyən bir ardıcıllıqların qoyulması nəzərdə tutulur. Prosedur davranış və fəaliyyətlərin ardıcıl yerinə yetirilməsidir. Qayda isə müəyyən hərəkətləri, davranışları müəyyən qayda çərçivəsində yerinə yetirməkdir. Qaydaların sayı 3-5 arası olmalıdır. Çox olduqda uşaq üçün ona əməl etmək çətin ola bilər və yaxud qarışıqlıq yarana bilər. Prosedurların sayı isə yoxdur. Necə yoxdur? Məsələn,
Qrupa daxil olanda prosedurunu ediriksə, ardıcıllığını ediriksə, burada 4 hərəkət də ola bilər. 5 hərəkət də ola bilər. 3 ardıcıllıq, 4, 6, 7 ardıcıllıq da ola bilər. Amma qaydada deyirik ki, qaydanın sayı 3-4 arası olmalıdır. Qayda pozulduqda uşaq bilir ki, onu nə gözləyir. Yəni, mən bu qaydaya əməl etməsəm, qarışıqlıq yaranacaq, qrupda xaos yaranacaq, bunu anlayır. Prosedura isə uşaq əməl etməyəndə o yenidən uşağa öyrədilir, möhkəmləndirilir, həyata keçirilir. Sonra bəzən müəllimlər sual verir ki, prosedur olsun, qayda olsun, bunlar mütləq dərsinin əvvəlindəmi təşkil olunmalıdır? Təbii ki, dərsinin əvvəlində təşkil olunsa daha yaxşı olar. Amma ki, məsələn, görürüksə, yeni qaydalar lazımdır, yeni prosedurlar, yeni ardıcıllıqlar həyata keçirmək lazımdır. Bu zaman müəllimlər dərsinin ortasında da yeni qaydalar, prosedurlar yarada bilər. Amma təbii ki, qaydaların, prosedurların əvvəldən təşkil olunması, necə deyərlər, uşaqlar üçün daha yaxşı olar. Bu zaman qrupun effektiv idarə edilməsi düzgün yerinə yetirilir. Sonra konfliktin, münaqişənin həll olunması haqqında burada qısa yazmışam. Münaqişələr baş verən zaman nələr etmək lazımdır? Münaqişələr baş verən zaman, yəni qrupda məsələn görürük ki, xaos yaranır, müəyyən qarışıqlıq yaranır. Həmin qarışıqlığın qarşısını almaq üçün müəllim əvvəla sakit yanaşmalıdır. Əgər görürsə uşaqlar bir-birinə qarşı zərərli hərəkətlər edir, həmin o zərərli hərəkətləri dayandırmalıdır. Hissləri mühakimə etmədən, yəni uşaqları lower dildə desək, qınamadan onları başa düşməli, qəbul etməlidir. Hər iki tərəfdən məlumat toplamalıdır ki, məsələn, bu münaqişənin baş vermə səbəbi nədir? Hər iki uşağı dinləməlidir ki, belə deyək də, münaqişənin səbəbini daha aydın şəkildə öyrənsin. Problemi uşaqlar üçün yenidən təkrarlayın. Bəzən bu hissəni testlərdə səhv götürürlər. Əslində, burada nə nəzərdə tutulur? Problemi uşaq üçün yenidən ona görə təkrarlayırıq ki, bu problem, bu münaqişə baş verən zaman uşaq yenə eyni halımı edəcək, ya artıq konflikt həll olub. Bunu bilmək üçün mütləq problemi yenidən səsləndiririk. Həll yolunu onların tapmasını istəyin. Yəni, məsələn, uşaq oyuncaq üstə dalaşırsa, onlar sakitləşəndən sonra sual verə bilərəm ki, sizcə siz oyuncaq üstə dalaşmağınızın yerinə oyuncağı bir-birinizlə necə bölüşə bilərsiniz? Həll yollarını onların da yaratmasına şərait yaradıram ki, bir daha bu kimi problemlər baş verməsin. Və ən sonda barışıq üçün uşağa lazımi köməkləri göstərməliyik. Və sonda onu qeyd etmək istəyirəm ki, qayda gözlənti proseduru gəlin ümumiləşdirək görək, bunların fərqli cəhətləri nələrdir? Qayda nə etməliyik, nə olmaz sualına cavab verir. Burada nə olmaz deyəndə deyəcəksiniz ki, müəllimə bayaq qeyd etdiniz ki, inkar cümlələrini istifadə etmək olmaz. Uşaqlara qayda qoyan zaman izah etmək olmaz. İstifadə etmək olmaz daha doğrusu. Sadəcə mən indi izah etmək üçün deyirəm ki, qayda nə etməliyik, nə olmaz sualına cavab verir. Gözlənti isə mən uşaqdan nəyi gözləyirəm? Məsələn, oyuncaqlarını paylaşmağını gözləyirəm, yüksək nailiyyət əldə etməyini gözləyirəm, məsuliyyətli olmağını gözləyirəm. Prosedur isə necə edirik sualına cavab verir. Addım-addım. Hər hansısa bir işi ardıcıl, sakit şəkildə necə apardığını göstərir. Deməli, qayda necə olur? Qayda nə etməliyik sualına cavab verir. Gözlənti müəllimin uşaqdan nə ummağı, nə gözləməyi ötürdüyü mesajdır. Proseduru isə necə edirik, hansı ardıcıllıqla edirik sualına cavab verir. Oxşar cəhəti isə bilirik ki, hər biri qrupun düzgün idarə edilməsi üçün vacib amillərdən biridir. Uşaq hər üçünə əməl etməlidir. Hər üçü haqqında məlumatı olmalıdır. Əsas yerlərini demək olar ki, mən sizə izah etdim, əsas yerlərini. İndi isə nə edəcəm? Bu mövzunu nə dərəcə mənimsəməyinizi yoxlamaq üçün burada sizə ekranı paylaşacağam, test paylaşacağam. Və təbii ki, istəsəniz, burada aşağıda mesaj bölməsi var. Həmin o cavabı mesaj bölməsində də yaza bilərsiniz və yaxud kim istəsə əlini qaldırıb həmin suala cavab da verə bilər. Yəni, könüllü şəkildə, amma qarışıqlıq olmasın. Kimsə cavab vermək istəsə, əlini qaldırmağı kifayətdir. Ekranı paylaşım mən yenidən testi sizlər üçün.
paylaşıram indi burada. Paylaşmaq olmadı, bir dəqiqə. Bir dəqiqə müəllimlər, burada nəsə. İkinci sualda beli cavab, ev tapşırıqlarını vaxtında təhvil verin qaydasını qoymuş. Aha, oxuyun, başdan oxuyun, izah edin. Doğru dediniz. Gözlənti və prosedurların olmasına baxmayaraq, bəzi şagirdlər mütəmadi olaraq ev tapşırıqlarını təhvil vermirlər və ya gecikdirirlər. Belə olan halda hansı tədbiri görmək effektiv olar? Mən burada B cavabını dedim. Ev tapşırıqlarını vaxtında təhvil verin. Qaydanı qoyur ki, tələb eləyir də. Yəni burada gözlənti ilə olmaz bu iş. Qayda olsa daha uşaqlar yəni o qaydaya uyğun gətirərlər tapşırıqlarını vaxtında. Bəli, doğru. B variantıdır doğru cavab. Doğru izah etdiniz. İkinci sualı kim oxuyub izah edər? Aşağıdakı halda. İkinci sualı kim izah eləyər? İkinci sualı mən oxuyum o zaman yüksək səslə sizə. Aşağıdakı hallardan hansında sinif proseduru tərtib edilmir? Müəllim uşaqlara sual ünvanlayan zaman, uşağın əlavə materialı ehtiyacı olan zaman, diqqəti müəllimə yönəldərkən, müəllim sinif otağında olmadıqda, sinifdə uşaqlar arasında münaqişə baş verdikdə. Kim cavab verir bu sualı? B variantıdır müəllim. Bəli, bəli. Doğru. E variantı. Çünki baxırıq ki, bütün variantlar bura uyğun gəlir. Müəllim proseduru, ardıcıllığı hamısında yerinə yetirə bilər. Bayaq dediyimiz oyuncaq məsələsi isə sırf orada situasiya verilərsə ona uyğun olan zaman seçirik. Amma burada ümumi şəkildə soruşduq üçün bunu seçmirik. Sonra üçüncü sual maraqlı suallardan biridir. Uyğunlaşdırmadı. O maraqlıdır, hə. Onu olar mən deyim. Bəli, buyurun deyin. Başqası dedi, yoxsa məni deyirsiniz? Burada müsbət gözlənti, hər bir şagirdin öyrənmək qabiliyyəti var. İndiki uşaqlarda heç bir nəyə maraq yoxdur, bu mənfi gözləntidir. Şagirdlər öz üzərlərində işləməyə qadirdirlər, bu müsbət gözləntidir. Uşaqlar böyüklərə hörmət etmirlər, bu mənfi gözləntidir. Şagird nə qədər nadinc olsa da sözə qulaq asmağı bacarır. Bu məncə müsbət gözləntidir. Şagirdə sinif qaydalarını öyrətmək mümkün deyil, bu mənfi gözləntidir. Aha, gəlin burada varianta baxaq. Aha. Burada C variantı olur doğru cavab. 1 B C Y 2 A D E. Sonra dördüncü sualı kim oxuyar? Başqa bir müəllimlər aktiv olun. Dördüncü sualda isə Mən oxuyum müəllimə. bəli oxuyun, Mən oxuyum müəllimə. buyurun. Buyurun. Şagirdlərin sinifdə prosedurlara riayət etməməsinin səbəbi nə ola bilər? A. Müəllim şagirdlərin akademik göstəricilərinə nəzarət etmir. B. Müəllim sinif prosedurlarını idarə etməyə vaxt sərf etmir. C. Şagirdlərin gündəlik nailiyyətlərini sinif iclaslarında müzakirə olunmur. D. Tətbiq olunan prosedurlar gözləntilərlə gücləndirilməyib. Y. Şagirdlərin davranışları məktəb psixoloqları ilə müzakirə olunmayıb. Burada idarə etməyə. Məncə B bəndidir mənə. Çünki orada Cavab D bəndidir. D. D yoxsa B? B bəndidir. D. Çünki prosedurlar məşq etdirilməlidir, öyrədilməlidir. Bəli, bəli. Bayaq da izah etdiyim kimi 3 addım yerinə yetirilməlidir. Öyrət, məşq et, möhkəmləndir. Müəllim burada vaxt sərf etmədiyi üçün uşaqlar riayət etmir. B bəndidir, eləmi? Bəli, B bəndi. 5-ci sualı elə siz oxuyun, 5-ci sual da buna aiddir. Olar mən deyim ona. O A bəndidir. Onlar oxuyur Öyrət, müəllimə. məşq et, möhkəmləndir. Bəli, doğru. Öyrət. Bəli, bəli oxuyun. Hə, 5-cini oxuyun müəllimə. Yox, 5-cini dedilər, 6-cını Dedim də cavabın A bəndidir. Bəli, bəndidir, 6-cını bəli. oxuyun.
6-cı, müəllim dərsdə cütlərlə iş formasından istifadə edir. Bu zaman cütlərdən biri aralarındakı münaqişəni yüksək səslə həll edir. Müəllim həmin cütə yaxınlaşaraq deyir: sakit işləyin və başqalarına rahat işləməsi üçün şərait yaradın. Verilən situasiya ilə bağlı doğru fikir hansıdır? A bəndi. Müəllim məsuliyyətli olun gözləntisini şagirdlərə xatırladır. B. Müəllim tapşırığı tez bitirəndə prosedurunu şagirdlərə xatırladır. C. Müəllim təhlükəsizliyə riayət edin gözləntisini şagirdlərə xatırladır. D. Müəllim iş vərəqini ötürəndə prosedurunu şagirdlərə xatırladır. Y. Müəllim hamıya hörmətlə yanaşın gözləntisini şagirdlərə xatırladır. Burada mənim məsuliyyət hamı Y bəndi olar. Bəli, Y bəndidir. Çünki burada uşaqlar başqalarına şərait yaratmalıdırsa, hamıya hörmətlə yanaşın gözləntisini xatırlatmalıyıq biz. Sonra 7-ci sualı kim oxuyar? Bəli, doğrudur. 7-ci sualın arxası har yoxdur axı. İndi göstərəcəm kim oxumaq istəyirsə. Oxuyun müəllimə. Könül müəllimə, bəli, oxuyun. Aha, 7-ci sualın əvvəli bu hissədə düşüb. Bir dəqiqə. Sinif qaydaları haqqında verilən hansı fikir doğrudur? A variantı: qaydaların sayının mümkün qədər çox olması tövsiyə olunur. Bu avtomatik bildi ki, səhvdir. Bizdən isə nəyi soruşur? Sinif qaydaları haqqında doğru fikri. Oxuyun Könül müəllimə digər variantları və izah edin. Burada mımı yazılan müəllim var. Adınız düşməyib, əlinizi qaldırmısınız. Siz açın səsi. Müəllim, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Buyurun izah edin. Bu variantı qaydaların sayına az olması həddən artıq çərçivəyə salır. C variantı qayda pozuntusunu yol verən şagirdin cəzalandırılması tövsiyə olunmur. D variantı qayda pozuntusuna əməl edən şagirdlərin şəxsiyyətini tərbiləmək tövsiyə olunur. Qayda tərtibində şagirdlərin də iştirakını təmin etmək tövsiyə olunur. Müəllimə, E variantı qayda tərtib ediləndə şagirdlər də olmalıdır. Bəli, çünki uşaqlar özlərinin tərtib etdiyi qaydalar daha yaxşı yadında qalır və daha yaxşı əməl edirlər. Sonra 8-ci sualı kim oxuyar? Oxuyum mən. Bəli, buyurun oxuyun. Dərsin başlamasına baxdığımda Oy, səslərə zəhmət olmasa. Bir dəqiqə Aysel müəllimə. Mən oxuya bilərəm. Səsləri bağladım. İndi açın səsinizi Aysel müəllimə, oxuyun. Bəli, müəllimə, axşamınız xeyir. Hər vaxtınız xeyir. Könül müəllimədir. Zoomda Aysel gedir. Sizin müdavinizlə hazırlaşdırmışdı değil mi? Könül müəllimə. Hə, xatırladım. Buyurun oxuyun. Necəsiz müəllimə? Yaxşıyam, sağ olun, siz necəsiz? Oxuyum müəllimə. Bəli, oxuyun. Şükür, yaxşısınız. Çox sağ olun. Dərsin başlama vaxtından 5 dəqiqə keçib. Dərsə keçişən şagird sinifə daxil olur. Sakitcə yerinə keçir, dərsə qoşulur. Verilən situasiya ilə bağlı doğru fikir hansıdır? Şagird hamıya hörmətlə yanaşın, gözləntisinə əməl etmir. Şagird dərsə keçişəndə prosedurda riayət edir. Şagird məsuliyyətli olun gözləntisinə əməl edir. Şagird təhlükəsizliyə riayət edin gözləntisinə əməl edir. Mən burada deyir ki, dərsə qoşulur da gec gəldiyinə görə hansı fikir doğrudur? Mən bu variantını seçərəm. Şagird dərsə keçəndə prosedur yox, deyil. Yo, doğru dediniz. Şagird Doğru, B bəndi. Bu variant mən. B, doğru dediniz birinci. Şagird dərsə gecikəndə proseduruna riayət edir, ardıcıllıq. Prosedur riayət edir. Bəli, onu mən götürürəm. Bəli, doğru. Həmin bu mövzu ilə əlaqəli suallar verəcəm. Sadə suallar olacaq. Mən 2 dəfə də hər hansı bir dərsə qoşuluram da. 2 dəfə Özüm vaxtı qoşulur, açsın. Bəli, 2 dəfə də hansısa bir dərsə qoşuluram. Aha, adınız nədir? Belə sıfırlanam. Səbinə. Aha, Səbinə xanım, əla. Bu mövzu ilə bağlı sual verim. Görək nə dərəcədə yadınızda qaldı. Qrupun idarə edilməsi
sizcə nələrə yol açır, nə üçün vacibdir? Nə üçün vacibdir? Uşaqların sizə yaxşı qaydaları, qanunları bilib yaxşı idarə etməyinizə və yaxud da məsəl üçün hər hansı uşağın sizi dinləməyinə, yəni belə deyim də, məsəl üçün sizin qoyduğunuz qaydalardır, qanunlardır, proseslərdir. Onların hamısını əgər idarə etmək istəyirsinizsə, məsəl üçün onlar belə deyək, ən çox da qrupu idarə edib uşaqları özünüzə cəmləmək istəyirsinizsə, onların hamısı olmalıdır da məncə. Bir qrupu idarə etmək üçün. Bəli, doğru. Qrupun idarə edilməsi strategiyaları hansılar idi? Bugün biz hansılarını öyrəndik? Prosedurlar, qaydalar, Aha. bir də gözüm deyəcəm, prosedurlar, qaydalar, bir də gözləntilər, gözləntilər. Bəli, gözləntilər, doğru. Gözlənti deyiləndə sizcə nə nəzərdə tutulur? Gözlənti odur ki, məsəl üçün hər hansı bir tutaq ki, bir uşaqdır. Məsəl üçün siz ondan tutaq ki, Dilarə adında bir uşaqdır. Siz ona deyirsiniz ki, Dilarə, mən məsəl üçün mən səndən bunu gözləyirəm ki, sən daha yaxşı hər şeyi bacarıb oxuyacaqsan. Bu səndən olan gözləntindir. Və uşaq da buna məsəl üçün müsbət bir rəy verib, məsəl üçün də belə deyək, sən onu ondan gözləyirsən, amma tələb eləmək yoxdur, ancaq gözləntidir bu səndən belə. Aha, doğru. Bu da uşaqda motivasiya yaradır. Bu da uşaqda motivasiya yaradır və onu daha məsələn özünü daha yaxşı təkmilləşdirməyə və məsəl üçün canlandırır da belə deyək. Özünü daha yaxşı göstərirsə. Bəli, daha yaxşı yerinə yetirməsinə şərait yaradır. Bəli. Əla. Bəli. Bəs münaqişə baş verən zaman müəllim hansı ardıcılığı yerinə yetirməlidir? Münaqişə baş verən zaman müəllimə məsəl üçün Qaydalara mı? qaydalar olmalıdır. Məsəl üçün də əgər qrupda qaydalar varsa, belə deyək də. Baxın, münaqişə baş verən zaman müəllim zərərli hərəkətləri dayandırmalıdır. Uşaqların hər birini dinləməlidir. Hə. Bir-birinin ən çox da uşaqlar özünə cəmləməlidir ki, uşaqlar onu dinləyib, hər biri onun dediyi qaydanı yerinə yetirməlidir. Sakitçiliyə riayət olunmalıdır, belə deyək. Bəli, doğru. Təşəkkürlər cavablarınız üçün. Qeyd etdiniz ki, 2 dəfə dərsə qoşdursunuz, amma yaxşı mənimsəmisiniz. Mən axırıncı dəfə 2012-də, 2016-cı ildə bitirərəm kolleci. Ondan sonra heç bir dərsə qoşulmamışam. İnşallah bu il imtahan vermək istəyirəm, ilk dərsə qoşuluram. İnşallah, uğurlar olsun. Çox sağ olun. Siz sağ olun. Başqa kim sual-cavabda iştirak etmək istəyir? Müəllimə, mən qoşula bilərəm. Ad soyadınız nə idi sizin? Səsiniz tanış gəldi. Sadıqova Xətai. Sizdən bu dərsi təzə soruşmuşam. Olar başqalarından soruşum, sizi sonra sual-cavab edərsiniz. Oldu, çox sağ olun müəllim. Nazimə, axşamınız xeyir. Necəsiz? Yaxşıyam, sağ necəsiz? Yaxşıyam Nazimə. Əvvəlindən mənə də sual verin də, əvvəllərini biraz başa düşdüm. Axırın yox amma. Yaxşı. Sizin sifarişə özəl əvvəldən gəlsin suallar. Gözlənti neçə cür olur? Hansından daha çox istifadə etməliyik? Nümunə verə bilərsiniz? Gözlənti neçə cür olur? Gözlənti 2 cür olur da. Mənfi gözlənti, müsbət gözlənti. Düz yadda saxlamışam. Əla. Bəli. Mənfi gözləntiyə aid bir nümunə, müsbət gözləntiyə aid bir nümunə qeyd edin. Məsələn, müsbət odur ki, uşağa nəyisə verirsənsə, ondan müsbət alırsan da, nəyisə bir nağlı danışmısansa, tutalım, belə başa düşürəm. Əgər görürsən ki, onu yaxşı qavrayır da, yaxşı cavab verir də, yəni qulaq asıb uşaq. Aha, məsələn, Düz başa düşmədim. Deyirəm ki, mən inanıram ki, sən bu nağlı yaxşı səsləndirəcəksən, daha obrazlı danışacaqsan. Yəni qulaq asır da, yaxşı başa düşür, sənə cavabı. Yəni diqqətli olur da, diqqəti səndə olur. Bəs mənfi gözlənti? Yox, diqqət başqa şeydir məncə. Mənfi də odur ki, qulaq asmır da sənə. Yox, başqa şeydir məncə. Başqa şeydir. Mən bu mən inanıram ki, sən dərsi mənə yaxşı danışırsan. Müdaxilə etməyək, axıra qədər fikir səsləndirsin, səhv demək də normaldır, izah edəcəyik.
Cümləsini tamamlasın görək, yəni nəyi bildirmək istəyir. Mənfi gözləntində deyin bir nümunə. Yəni bilirsən ki, məsələn, bu qrupda bu uşaqdan mənfi gözlənti gözləyə bilirsən də, yəni aktivdir. Yox. Aha, Yox, bir dəqiqə yenə də izah yox. edim, qarışdırdınız. Müsbət gözlənti odur ki, Olar mı? məsələn, siz şeirdən bəli, kim izah etmək istəyirdi, etsin. Mən demək istəyirəm. Mən deyə bilərəm. Mənfi şey odur ki, o gözlənti. Yəni Aha. deyir ki, mən gözləmirəm ki, sən bu dərsi mənə danışasan. Aha. Onda da uşaqda mən belə özünə inam ölür. Uşaq bildiyin də onudur da. Yəni uşaq mənfi təsir eləyir uşağa. Bəs müsbətdə? Müsbətdə dəstəkləyir, amma mənfidə dəstəkləmir də belə. Bəli, Dəstəkləyici məsələn, bir adi bir nümunə. Deyirik ki, Buradan salır, aha. həvəsdən salır. Bəli, bəli. Elə bu rəy vermə mövzusu ilə də əlaqələndirmək olar. Gələn dərs rəy vermə mövzusunu keçsəm, orada da izah edəcəm. Məsələn, deyirəm ki, sən bu şeiri yaxşı yanında saxlayacaqsan. Artıq uşaq bilir ki, mən ondan yaxşı bir şey gözləyirəm, yaxşı davranış. Mənfi gözlənti deyirəm ki, neçə gündür bu şeiri yazırsan, danışa bilmirsən, amma bu mənfi gözləntidir artıq. Bildim, motivasiya verirsən də. Müsbətdə bəli, motivasiya veririk, mənfidə uşağın motivasiyası amma aşağı düşür. Başqa kim sual cavabda iştirak etmək istəyir? İlham Xəlilova. Axşamınız xeyir. Hər vaxtınız xeyir. Siz mənə izah edin. Proaktiv qayda nədir, reaktiv qayda nədir? Nə zaman təşkil olunur? Proaktiv qayda ilə reaktiv qayda qaydalarda gedir müəllimə. Proaktiv qayda əvvəlcədən qurulur, hazır formada olur. Amma reaktiv qayda isə elə bir ki, hadisə baş verən anda ortaya gəlir, ərsəyə çıxır. Bəli, doğru. Bəs ümumi xüsusi qayda nə? Dedik ki, qayda iki cür olur. Ümumi xüsusi. Ümumi qaydalar əsasən, yəni ki, bağçada işləyiriksə, bağçanın özünün qaydası ümumi qaydadır. Xüsusi qaydanı isə mən qrup daxilində özüm qoyuram. Aha, doğru. Elə bir situasiya yaradın ki, iki cümlə olsun. Biri gözlənti olsun, biri qayda və bunun fərqlərini izah edin. Gözlənti deyəndə, məsəl üçün, mən deyə bilərəm ki, uşağa, mən istəyirəm, sən bu şəkili daha da yaxşı çəkə bilərsən. Aha, gözləntidir. Qaydasa, məsəl üçün də uşaqdır, uşaq onu əməl etməyə çalışır. Aha, necə məsələn, necə cümlə deyərsiniz? Məsəl üçün, rəngləri daha da düzgün istifadə edir. Məsəl üçün də evi çəkərsən, evi hansı rənglərdən, məsəl üçün, onun damını, bax belə. Məsələn, hansı rəngi olduğunu, pəncərəsini düzgün çəkmək, bax bunlar. Yəni qaydaya əməl eləyir də. Məsələn, mən dedim, sən bu şəkili daha da yaxşı çəkə bilərsən. Qayda gözləntini bildirdim. Uşaq məsəl üçün gələn səfər onu yerinə yetirərkən o evi tam formada qaydasında çəkməyi bacarır. Bəli, qaydada isə deyirəm ki, məsələn, karandaşlardan, qələmlərdən səliqəli istifadə edin. Bunu artıq dərsin əvvəlində qoyuram ki, uşaqlar öz əşyalarınıza qarşı ehtiyatlı, səliqəli şəkildə davranmalısınız. Doğru. Bəs başqalarına hörmətlə yanaşın. Bəli. Bəs prosedur hansı addımlardan ibarətdir İlhamə xanım? Prosedur müəllimə əsasən ardıcıllıq deməkdir də. İnsan fəaliyyətində, davranışında ardıcıllıqdır. Aha. Məsələn, 3 addım demişdik ki, buna prosedurda mütləq əməl etməliyik. Bunlar hansılardır? Orada əsasən öyrət, məşq et və möhkəmləndir. Mənə danışın məşq et hissəsində. Məşq et hissəsində nə edirik? Məsəl üçün də uşağa nə isə öyrədiriksə, təbii ki, onu durmadan təkrarlatmalıyıq, məşq etməliyik ki, uşaq daha onu yaxşı mənimsəsin. Yəni praktiki şəkildə yerinə yetirmək, məşq etməkdir. Təşəkkürlər gözəl cavablarınız üçün. Sağ olun. Sonra deməli Surayə müəllimə, Surayə Nəbiyeva əlini qaldırıb. Bəli, müəllimə. Aha. Prosedur hansı halda uğursuz olur sizcə? Uşaq əməl etmir. Vaxt sərf eləməyəndə, prosedurun nədən ibarət olduğunu deməyəndə, müəllim həmin proseduru deməli nə üçün əməl edildiyini deməyəndə. Uşaq bilmir ki, prosedur nədən ötürüdür, nə üçündür və müəllim onu uşağa
düzgün öyrətmir, məşq elətdirmir və onu vərdiş halına salmır, möhkəmləndirmir. Bəli, yəni israrlı olmalıdır müəllim. Hər gün davamlı şəkildə yerinə yetirsə, artıq vərdiş halına çevriləcək çünki. Vərdiş halına çevrilir. Doğru. Prosedurla qaydanın fərqli cəhətləri nələrdir? Prosedurun qaydanın fərqi odur ki, prosedur deməli pozulanda onu məşq elətdirirsən, amma qayda pozulanda ona ədalətli cəza tətbiq edilir. Məsələn, ədalətli cəza necə olur? Məsələn, uşaq boyanı dağıdırsa, biz həmin uşağa deyirik ki, boyanı özün sil və yaxud da uşağın sevimli oyuncağı olur, deyirik ki, bugün sən oyuncaqla oynamayasan. Belə ədalətli cəzalar verir. Amma deməli qaydaların sayı 3-5 olur, prosedur sayı istənilən qədər olur, sonsuz olur. Yəni ki, o qaydalar mənfi deməli fəaliyyətlə bağlı davranışlar, amma prosedurlar hər hansı bir fəaliyyəti həyata keçirmək üçün alqoritmlərdir, addımlardır. Bəs uşağa gözləntini necə izah edirik? Məsələn, uşağa məsələn deyirəm hamı yürümək. Uşaqların davranış və fəaliyyəti haqqında bizə ötürülən mesajdır. Gözləntilər müsbət və mənfi olur və deməli hamıya hörmətlə yanaş, məsuliyyətli ol, təhlükəsizlik barədə olan gözləntilər də var və gözləntilər birinci deməli onlara riayət olunmalıdır. Uşaqlarda bu formalaşmadıqda prosedura müraciət edir. Prosedurlar da deməli yerinə yetirilmirsə, onda artıq biz qaydaya keçirik, qaydalar qoyuruq, hər hansı bir qaydaya qoyuruq. İl ərzində də əgər bu qayda bizə ehtiyac olarsa, biz əlavə qaydalar da edə bilərik. Bəli, doğru. Təşəkkürlər cavablar üçün. Çox sağ olun. Başqa bir nəfər də sual cavab edim, yekunlaşdırıram. Afiqə müəllim, əlinizi qaldırmısınız? İsmailova Afiqə. Afiqə müəllim açmadı səsi. Kim sual cavab olmaq istəyir? Başqa bir nəfər. Salam, mənim axşamınız xeyir. Hər vaxtınız xeyir. Deməli, Mən cavab verirəm. Bəli, bəli. Adınız nə idi? Adım Humaydır. Dərsin ilk 10 dəqiqəsində dərsdə deyildim. Aha, aydındır. Deməli, sizə belə bir situasiya sualı verəcəm. Təsəvvür edin ki, sizin qrupunuza yeni bir uşaq gəlir və siz müəyyən qaydalar tərtib etmisiniz. Uşaq o qaydanı bilmədiyi üçün digər yoldaşları ilə münaqişə, konflikt yaranır. Nə edərsiniz? O qaydaları necə izah edərsiniz yenidən sıfırdan o uşağa? Əvvəlcə müşahidə edərəm, daha sonra hər iki tərəfi dinləyib, qrupda müəyyən qaydaların olduğunu uşağa izah edərəm. Aha, qaydanın mahiyyətini izah edərsiniz. Nə üçün ona əməl etməlidir, onu anlamalı, dərk etməlidir. Qaydalar necə təşkil olunmalıdır sizcə uğurlu olması üçün? Qaydalar uşaqları daha doğrusu sıxmadan, daha sonra İnkar formasında olmamalı. Doğru, başqa? Ardıcıl həmin qaydalara hər zaman riayət olunmalıdır ki, yəni pozulmamalıdır ki, uşaqlar çaşbaş qalmasınlar. Uşaqlarla birgə hazırlanmalıdır qaydalar. Bəli, inkar cümlələrini istifadə etməməliyik. Uşaqlar da özləri iştirak etməlidir qaydalar hazırlanan zaman. Sərt qaydalar olmamalıdır. Məsələn, hədə qorxu ilə buna mütləq əməl etməlisən. Bunu etməsən səni bu kimi davranış gözləyir cümlələrindən istifadə etməməliyik. Bəs sizcə prosedur nə üçün var? Hansı hallarda prosedur tətbiq edərsiniz? Məncə prosedur mövzunun daha doğrusu dərsin daha yaxşı təşkil olunması üçün var. Həm də vaxta qənaət edirik. Ardıcıl şəkildə daha düzgün qurulması üçün, daha yaxşı mənimsənilməsi üçün. Aha, doğru, daha yaxşı mənimsənilməsi, vaxta qənaət etmək. Məsələn, uşaq dərsə gecikən zaman qapını döyür, müəllimə olar bu səbəbə gecikmişəm cümlələrini istifadə edirsə vaxt gedir. Amma prosedurda atır uşaq bilir ki, dərsə gecikən nə etməlidir? Tutaq ki, müəllim qrup işi verib. Qrup işi yekunlaşanda nə etməlidir? Bunları bilir, ardıcılığı və vaxtdan səmərəli istifadə edir. Doğru, təşəkkürlər cavablarınız üçün.
sağ olun. Müəllimlər, bugünlük dərs bu qədər. Artıq əfsuslar olsun ki, biraz gec başladıq saat 10-da. Ona görə artıq keçə bilmirəm. İnşallah gələn dərsin mövzusunu və saatını qrupda qeyd edəcəm. Yenə də kimsə sırf hansısa mövzunun izahını istəyirsə, şəxsdə də yaza bilər ki, müəllimə, məsələn, mənim bununla bağlı çətinliyim var, çalışdığım qədər kömək edəcəm. Saatını, gününü isə əvvəlcədən qeyd edəcəm hər birinizə. Bu dərsin video qeydini, PDF-ini, testini və quizini qrupa göndərəcəm. Faydalanarsınız. Aktivliyiniz üçün, iştirakınız üçün hər birinizə təşəkkür edirəm. Gecəniz xeyir. Çox sağ olun. Müəllimə çox sağ olun. Prosesləri izah edəsiniz, çox sevinərəm. Buyurun, siz sağ olun. Çalışdığım qədər vacib mövzuları izah edəcəm. Müəllimə, dərsdən həftədə neçə dəfə olur? istəyərdim, əgər mümkünsə. Dərslərin həftədə neçə dəfə olmasını təəssüf ki, mən dəqiq deyə bilmirəm. Amma çalışacağım həftədə 2 dəfə, 3 dəfə, bir gündən bir vaxt etdikcə salım. Çox sağ olun. Siz sağ olun. Sonra kimisə sualı var idi bir nəfərin. Mən idim. Aha, buyurun. Sual vermək istəyirdim ki, yəni mən belə başa düşdüm ki, qaydalar davranışla bağlıdır. Bəli. Gözləntilər uşağın göstərdiyi fəaliyyətlə bağlıdır, idraka yönəlikdir. Bəli, nəyə Düz gözləyirik? anladım. Onu nəzərdə tutuluq. Bəli, ötürdüyümüz mesaj. Qaydada Onda uşaq qayda, nə etməliyik? Sualına cavab. yəni davranışımızla Bəli. bağlıdır da. Bu idraka məsələn məşğələyə aid deyil də. Yəni o gördüyümüz fəaliyyətə aid deyil. Sadəcə davranışımızla Bəli, əlaqəlidir. davranışı ilə bağlı ötürdüyümüz mesaj, doğru. Bir də gözləntilər indiki gələcək zamanda olur. Amma prosedur əmr cümləsi qayda isə təsdiqdə olur elə. Bəli, doğru, doğru. Əmr cümləsi amma daha yumşaq formada istifadə etməliyik ki, uşaq üçün negativ enerji yaratmasın. Bu mövzu da imtahana düşən mövzulardandır. Burada yazmısınız imtahan mövzuları. İnşallah digər əsas mövzulardan da ibarət olaraq dərslər keçəcək. Ödənişsiz dərsin linkini statusumda və qruplarda paylaşmışdım. Yenidən paylaşaram istəyənlər üçün.